Şəhid övladları üçün təşkil olunan Yaşat düşərgəsi davam edir. Yaşat Fondunun və Asan Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən 5-ci Yaşat düşərgəsinin 3-cü həftəsi iştirakçılar üçün zəngin və maarifləndirici proqramlarla yadda qalıb. Düşərgənin növbəti günlərində uşaqların psixoloji rifahının gücləndirilməsi məqsədi ilə peşəkar psixoloqların iştirakı ilə qrup terapiyaları təşkil olunub. Görüşlər zamanı iştirakçılar emosiyalarını ifadə etmək, bir-birləri ilə ünsiyyət qurmaq və müxtəlif psixoloji dəstək metodları ilə tanış olmaq imkanı əldə ediblər. Həftə çərçivəsində uşaqlar üçün ekoloji maarifləndirmə təlimi və ustad dərsi, ağız və diş sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirici təlim təşkil edilib. İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədi ilə hovuz saatı, açıq hava şəraitində kino nümayişi təşkil olunub. Şəhidlərimizin əmanətləri müxtəlif fiziki və komanda oyunlarında iştirak edərək çeviklik və liderlik bacarıqlarını da inkişaf etdiriblər.